Salam değerli şagirdler, xoş gördük sizləri. Bugün sizlərə Azərbaycan dili dərsindən sifət bölməsini izah eləyəcəm. Diqqətlə qulaq asaq. Deməli, sifət. Bildiyimiz kimi dəyərli şagirdlər, sifət dedik ki, ümumi qrammatik mənasına görə əşyaların əlamət və keyfiyyətlərini bildirən əsas qüssələrinə biz nə deyirik? Sifət deyirik. Və sifət əlamət və keyfiyyət bildirərək hansı suallara cavab verir? Necə, nə cür və hansı suallarından birinə cavab olur. Məsələn, əlamət nədir, keyfiyyət nədir dediyimiz zaman yadda saxlayırıq ki, əlamət bildirmək sifətlərdə əşyanın xarici xüsusiyyəti, yəni əlamət onun görünən tərəfi deməkdir. Yəni xarici xüsusiyyəti. Məsələn, tutaq ki, bir kitabın yaşıl olması, uzun olması, bir stolun yumru olması, otağın böyük olması, geniş olması, qocanın görüntüsünün nurani olması, və yaxud da saçlarının ağ olması, saçının qırmızı kiminsə olması, bunlar görünən tərəflər olduğu üçün bu əşyanın əlamət hesab edilir. Biz ümumiyyətlə bilirik ki, qrammatikada kimlə hara sualına cavab verən sözlər insan anlayışı bildirsə belə, qrammatik cəhətdən əşya hesab edilir. Ona görə biz əşyanın adı deyirik isimdə. Bu mənada da sifətdə də əşyaların əlamətini bildirənlərə sifət deyirik. Eyni zamanda keyfiyyətini bildirənlərə. Keyfiyyət nədir bəs dostlar? Keyfiyyət əşyanın daxili xüsusiyyətidir. Gözlə görünən tərəfi deyil. Məsələn, tutaq ki, divanın uzun olması və ya yumru olması, onun böyük olması, kiçik olması xarici xüsusiyyətidir, yəni əlamətidir. Amma divanın yumşaq olması, sərt olması onun keyfiyyətidir. Yəni, biz artıq o divanda oturduqdan sonra onun sərt və yumşaqlığını bilə bilirik. Və ya eyni zamanda bir insanın gözəl olması onun xarici xüsusiyyətidir. Yəni, onun əlamətidir. Amma bir insanın mehriban olması onun daxili xüsusiyyətdir. Yəni, bu əşyanın keyfiyyəti hesab edilir. Yəni, xaric olacaq əlamət, daxil olacaq keyfiyyət. Bu mənada sifətlər bilirik ki, necə ki, ismin özünə xas xüsusiyyətləri var idi. İsimlər ümumi xüsusi olurdu, təkcəm olurdu, məsbudə görə dəyişirdi, xəbərli şəkildə qəbul edirdi. Eynən sifətlərində bu şəkildə dedik, xüsusiyyətləri var. Sifətlər yadda saxlayırıq ki, əşyaların dedik əlamət keyfiyyətini bildirəcəkdir. Aid olduğu əşya ilə birlikdə işlənəndə şəkilçi qəbul etməyəcək. Məsələn, böyük otaq. Otaq əşyasına aiddir, onun yanında işlənir. Daha böyüklər otaq, böyükdə otaq deyənmirik. Yəni, aid olduğu ismi yanında olanda şəkilsiz işlənir. Əlamət dedikdə zahiri, keyfiyyət dedikdə daxili, bunu da bildik. Bəzi sifətlər işlənmə yerinə görə həm əlamət, həm də keyfiyyət bildirə bilirlər. Bu artıq onun işləndiyi yerdən asılıdır. Məsələn, gözəl sözü, gözəl qız, bu onun əlamətidir. Amma gözəl xasiyyət onun keyfiyyətidir. Buna görə gözəl sözü yerinə görə, əlamət yerinə görə keyfiyyət bildirə bilər. Eyni zamanda cümlədə sifət təyin rolunda çıxış edir. Eyni zamanda sifət isimləşmədən də xəbər rolunda çıxış edə bilir. Məsələn, deyirəm, yaxşı insan, necə insan? Burada artıq yaxşı nədir? Təyindir. Amma bu kitab maraqlıdır. Necədir? Xəbərli şəkildə qəbul edib burada sifətdir və xəbər rolunda çıxış edib. Demək ki, yadda saxlayırıq ki, sifətlər eyni zamanda ismin xüsusiyyətini daşıyıb, onun xüsusiyyətlərini daşıyıb isimləşə bilirlər. Hə, isim olmur, amma isimləşə bilir deyirik. Məsələn, tutaq ki, bir var deyirəm ki, qız gəldi, deməli, kim gəldi? Qız burada isimdir və kim sualına cavab verir? Cümlənin mübtədasıdır. Bir də var deyirəm ki, ağıllı gəldi. Ağıllı burada sifətdir, amma ağıllı aid olduğu ismi cümlədə yanındakı ismi itirəndə, məsələn, ağıllı şagird gəldi. Aid olduğu şagird ismini itirəndə deyirəm, ağıllı gəldi. Bu zaman ağıllı şagirdin yanında necə sualına cavab verirdisə ağıllı sözü, artıq ağıllı gəldi deyirəm, kim gəldi, necə gəldi demirəm. Demək ki, artıq burada neynədir? İsmin yerində işləndi, isim kimi mübtəda oldu, isim kimi kim sualına cavab verdi. Amma sən ağıllıya, yenə kök şəkilçiyə ayırsan, sən ağıllıya sifət mi deyəcəksən, isim mi deyəcəksən? Təbii ki, yenə də sifət deyəcəksən. Bu mənada yadda saxlayırıq ki, sözlər isimləşdikləri zaman, sifətlər isimləşdikləri zaman isim olur demək deyil. Sadəcə ismin xüsusiyyətini daşıyır deməkdir. Deməli dostlar,
aid olduğu əşyadan ayrı işlənəndə əsasən dedik ismin xüsusiyyətini daşıyıb isimləşir. Və sifət əşyaya aid olub onu müxtəlif cəhətlərdən dedik izah eləyir. Eyni zamanda sifətin quruluşca növlərinə baxsaq, bilirik ki, quruluşca sifətlər sadə, düzəltmə və mürəkkəb olurlar. Sadə sifətlər sadəcə kökdən və ya plus qrammatik şəkilçidən ibarət olurlar. Məsələn, cavan, cavanlar. Hər ikisi sadədir. Bunlar orada qrammatik olduğu üçün. Düzəltmə sifətləri isə kök və leksik şəkilçidən ibarət olurlar. Ümumiyyətlə, sifət düzəldən şəkilçilər həm adlardan, həm də feildən sifət düzəldən leksik şəkilçilərimiz var. Bilirsiniz ki, Azərbaycan dilində adlar dediyimiz zaman feildən başa qalan bütün əsas niksəlləri şəkilçilərdə nəzərdə tutulur. Yəni, ad düzdür, isim olsa da adlardan düzələn deyəndə feildən başa qalan əsas niksələr nəzərdə tutulur. Bu mənada əsasən isimdən, sifətdən, saydan və yəni adlardan əmələ gələn sifətlər dediyimiz zaman bu l, c, lıq, lıq şəkilçisi ilə əmələ gəlir. Şəkilçiləri ayrı-ayrı tək-tək deməyəcəm, bunları özünüz öyrənəcəksiniz, mən soruşacağam. Feildən sifət düzəldən leksik şəkilçilərdə eynən, məsələn, gülməkdən güləyən, açmaqdan açıq, utanmaqdan utancaq və s. Yəni, bunları özünüz öyrənəcəksiniz, vaxtımız getməsin. Keçək mürəkkəb sifətlərimizə. Mürəkkəb sifətlərimiz bilirik ki, ən azı iki sözün birləşməsindən əmələ gəlir və dedik ki, bir anlayış ifadə edir, mürəkkəb sifət adlanırlar. Mürəkkəb sifətlər yerinə görə həm bitişik, həm də defisdə yazılırlar. Yadda saxlayırıq. Bitişik yazılan mürəkkəb sifətlər yenə iki sadə sözün birləşməsindən, məsələn, qaraqaş, iki düzəltmə sözün birləşməsindən, sınıq qəbli, sınmaqdan sınıq, qəbdən qəbli düzəltmənin birləşməsindən yaranıb. Biri sadə, biri düzəltmə sözün birləşməsi, məsələn, söz düzəltici. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə stol üstü, yəni stolun üstü mənasında t-dan sonraki ü mənsubiyyətdir. Bir də A-bab dişdirisinin köməyi ilə bitişik yazılırlar. Rəngbərəng, rəngarəng, cürbəcür, növbərəng və s. Bir də var defisdə yazılan mürəkkəb sifətlərimiz. Bunlar isə sadə və düzəltmə sözlərin birləşməsindən yarananlar, sərin, sərin, acı, acı, qırmızı, qırmızı və yaxud ümumiyyətlə yadda saxlayın ki, təkrarlanan bu şəkildə eyni sözün təkrarına yaranan mürəkkəb sifətlərdə aid olduğu isim yanında işləndiyi zaman isim cəmdə işlənir. Məsələn, yaşıl-yaşıl ağac yox, yaşıl-yaşıl ağaçlar deyəcəyik. Şirin-şirin almalar deyəcəyik. Daha sonra biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin iştirakı ilə, məsələn, əyri-üyrü, xırda-mırda, qarma-qarışıq və s. Yaxın və ya əks mənalı sözlərin birləşməsi ilə evli, eşikli, ağlı, qaralı, acılı, şirinli və s. Qeyri sözü və sifətin birləşməsi ilə qeyri-müəyyən, qeyri-insani, qeyri-qanuni, nə bilim, qeyri-səmimi və s. Qeydlərə diqqət eləmək lazımdır əsas olaraq dərsi oxuduğumuz zaman. Burada deyək ki, I-4 şəkilçisi milli mənşəli sözlərə qoşularaq sifət əmələ gətirir. Bir də var IV şəkilçisi, bu isə alınma sözlərə qoşularaq sifət əmələ gətirir. Bunu hardan biləcəksiniz? Ümumiyyətlə dostlar, milli sözlərə qoşulan I-4 şəkilçisi olan söz ahəng qanunu gözləniləcək. Amma IV, alınma şəkilçi olan IV-nin qoşulduğu sifət ahəng qanunu pozulur. Onda biləcək ki, bu I-4-ün yox, IV-nin iyisidir. Məsələn, bir var deyirəm, qızıldan qızılı. Məsələn, görürsünüz, burada ahəng qanunu pozulmayıb, rəng bildirən sifətdir. Demək ki, burada I-4, milli mənşəli şəkilçinin I-sıdır bu. Bir də var deyirəm, tarixi. Tarixi məqalə. Nə bilim, tarixi əsər, necə əsər. Burada görürsünüz, ahəng qanunu pozulub. Demək ki, bu IV-nin iyisidir. I-4-ün iyisi deyil. Və alınma şəkilçi olan IV qoşulduğu sözlərdə ahəng qanunu əsasən pozulur. Daha sonra ağan əyən şəkilçili sifətlə an əyən şəkilçili feil sifəti qarışdırmamaq lazımdır. Məsələn, bir var deyirəm, gülən uşaq, bir də var deyirəm, güləyən uşaq. Dostlar, yadda saxlayın ki, feili sifət hal-hazırda gülən uşaqdan söhbət gedir. Bir də ki, əsasən feil köklərini qoşulur, qrammatik şəkilçidir, an ən şəkilçisi. Amma feildən düzələn sifət isə əsasən ağan əyən formasında olur və yadda saxlayırıq ki, feildən düzələn sifətlər əsasən inkarda mamə ilə işlənə bilmir, amma feili sifət mamə ilə işlənə bilir. Məsələn, gülən, gülməyən. Amma güləyənə gülməyən deyə bilmirik. Deyirik ki, ümumi xarakter, xüsusiyyət bildirirsə. Məsələn, güləyən bir insan ümumi xüsusiyyətidir.
Gülən isə hal-hazırda güləndən söhbət gedir. Hal-hazırda güləndən söhbət gedirsə, müəmma ilə işlənə bilirsə, bu feil sifətdir. Yox, hal-hazırda gülən yox, güləyən onun xarakteridirsə, bir yer deyirəm, qaçanaq bir dəfədən qaçağanaq. Qaçağan onun xarakteridir, deməli o sifətdir. Amma qaçan feil sifətdir. Burada diqqətli oluruq. Daha sonra sifətin müqayisə dərəcələrinə keçirik. Sifətin müqayisə dərəcələri deməli dostlar, yadda saxlayın ki, sifətlər müqayisə dərəcəsinə görə 3 yerə bölünürlər. Adi, azaltma və çoxaltma dərəcəsinə. Ümumiyyətlə bilirsiniz ki, dostlar, bir var deyirəm qarpız, bir də var deyirəm bal. Normalda hər ikisi şirindir, amma daha bal, ən çox bal dediyim, şirin dediyimiz zaman biz təbii ki, bunu biz bala aid edəcəyik. Bir var deyirəm şirin qarpız, bir də var deyirəm bal. Yəni şip-şirin dediyimiz zaman biz bunu bala aid edirik. Şirin dediyimiz zaman qarpıza, nə bilim, şirin təhər dediyimiz zaman da qarpıza aid edə bilərik. Amma qarpız heç vaxt bal qədər dərəcə əlamətinə görə şirin ola bilmir. Buna görə biz bu şəkildə əlamətləri bir-birindən fərqləndirməkdən ötürü, yəni nə etməliyik? Sifətin müqayisə dərəcələrindən istifadə etməliyik. Bu mənada adi dərəcədə əlamət və keyfiyyətin adi halda normada olduğunu bildirir sifətlər. Məsələn, yaşıldır, şirindir, acıdır və s. Lakin deyirik ki, azaltma dərəcəsində əlamətin adi haldan, əlamət və ya keyfiyyətin adi haldan normadan az olduğunu bildirir. Məsələn, uzun adi dərəcədədir, amma uzun sov, yəni biraz uzun. Azaltmadır. Qırmızı təhər, biraz qırmızı, azaltmadır. Azaltma dərəcəsi də, çoxaltma dərəcəsi də həm sintaktik, həm də morfoloji üsulla əmələ gəlirlər dostlar. Morfoloji üsulla əmələ gələn azaltma və çoxaltma dərəcələri şəkilçilər vasitəsilə əmələ gəlirlər. Sintaktik üsulla əmələ gələn dərəcələr isə əsasən sözlər vasitəsilə əmələ gəlirlər. Məsələn, ımtıl, ımtıraq, sov, şın, raqrəc, yanız, bunlar azaltma dərəcəsinin morfoloji üsulunda sifət əmələ gətirirlər. Məsələn, sarımtıl, sarımtıraq, göyümsov, ağımsov, uzunsov, dəlisov, sonra dəli məsələn sifətdir, tutaq ki, adi dərəcədə, amma dəlisov azaltma dərəcəsindədir. Sarışın, qaraşın, yaxşıraq, yəni biraz yaxşı, gödərək, biraz gödək, qarayanız, sarıyanız, bunlar şəkilçi olduqlarına görə morfoloji üsulda sifət əmələ gətirirlər azaltma dərəcəsini. Amma sintaktik üsulda azaltma dərəcəsi isə əsasən açıq, ala, kəm, təhər sözləri vasitəsilə əmələ gəlir. Məsələn, yadda saxlayırıq ki, ala sözü əsasən sözlərə defislə yazılır, ala yarımçıq, ala çiy və s. Bir də nəyə diqqət eləmək lazımdır dərəcə əlamətində? Dərəcə əlaməti bildirən sözün qoşulduğu söz həqiqətən sifət olması lazımdır ki, dərəcəsini bildirsin. Amma mən durub bunu isim olsa, artıq bu deməli, azaltma dərəcəsi sayılmaz. Məsələn, açıq, sarı. Açığın əsasən alaçı dedik defislə yazılır, açıq da defislə yazılır. Açığın qoşulduğu söz sifətdirsə bu dərəcə əlaməti bildirir. Amma məsələn, dilimizdə bəzi sözlər var. Məsələn, açıq fikirli mürəkkəb sözü. Sonra açıq aydın mürəkkəb sifəti. Sonra açıq çay söz birləşməsi. Bax, bu birləşmələrə diqqət eləsək, məsələn, açıq fikirlidə bu bitişik yazılan nədir? Mürəkkəb sifətdir. Mürəkkəb sifətdir, dərəcə olaraq da adi dərəcədə hesab edilir. Açıq aydın yenə mürəkkəb sifətdir, amma dərəcə əlaməti olaraq açıq da elə aydınla eyni mənaya gəldiyindən burada azı heç bir dərəcə azaldılma deməli, xüsusiyyətinə rast gəlmirik və yaxud da açıq fikirlidə heç bir dərəcə azaldılma əlamətinə rast gəlmirik. Bu mənada bunlar olur adi dərəcədə. Açıq çay da söz birləşməsidir. Burada da açıq sadəcə adi dərəcədə düzəltmə sifətdir. Və burada bu formada yazıldığı zaman defissiz yazılacaqdır. Daha sonra keçirik. Təhər və kəm sözləri isə əsasən sözlərə bitişik yazılırlar və sintaktik üsulda azaltma dərəcəsində əmələ gətirirlər. Məsələn, göy təhər, kəm şirin və s. Bir də kəmlə bağlı da nəyi yadınızda saxlayın? Məsələn, dilimizdə kəm savad, kəm fürsət, kəm hövsələ kimi sözlər var. Bax, bu sözlər diqqət eləsəz mürəkkəb sifətlərdir. Amma
Dərəcə olaraq adi dərəcədə hesab edilirlər. Niyə? Çünki savad, fürsət, hövsələ isimdir. Bunlar sifət olmadıqları üçün dərəcə azaltması baş vermir. Ona görə bunlar mürəkkəb sifət olsalar da bütövlükdə bir tərəfi isim olduğu üçün dərəcə bildirməyəcək. Adi dərəcəli mürəkkəb sifət olacaq. Oldu mu? İnşallah ki, yadınızda qalır. Daha sonra keçirik. Bir də az sözü var. Az isə əsasən sifətlərin yanında işləmərək az şirin, məsələn, yenə də azadlıq dərəcəli sintaktik üsulda azadlıq dərəcəsi əmələ gətirir. Daha sonra çoxluqla dərəcəsi əlamətin adi haldan daha çox olduğunu bildirir. Məsələn, sapsarı, zilqara, gömgöy və s. Çoxluq dərəcəsi də morfoloji və sintaktik üsuldan yaranır. Morfoloji üsulda çoxluq dərəcəsi bir cacə ədatı vasitəsilə, bir də M, P, R, S samitləri vasitəsilə əmələ gəlir. Məsələn, cacə ədatı vasitəsilə körpə adi dərəcəli sifətdir. Körpəcə deyəndə yəni çox körpə deməkdir. Daha sonra xırdaca. Məsələn, xırda adi dərəcəli sifət. Nə bilim, xırda təhər yenə azaltma dərəcəsidir, amma xırdacı çox xırda. Yəni xırdalıq əlamətinin çoxluğunu bu səfərdə bildirir. Buna görə də yenə də çoxaltma dərəcəsi hesab edilir. Bəzən xırdanın öz məzmun ifadə etdiyi mənaya görə çaşıb azaltma yazırlar, yox. O da xırdalıq əlamətinin çoxluğunu bildirdiyi üçün çoxaltma dərəcəsi hesab edilir. Daha sonra sifətin ilk hecasının M, P, R-sı isə necə olur morfoloji üsulda? Sifətin ilk hecasına M, P, R, S ahəngə uyğun olaraq qoşulur, hər hansı biri, sonra sifətin təkrarı ilə. Məsələn, sarı sifətinin ilk hecası sadır. Bura P qoşulur, sap, bəzən sarının təkrarı sarı və yaxud yan, yaşıl. İlk hecasına yenə qıp, qırmızı. Bu şəkildə sintaktik davam eləyək. Davam eləyək. Deməli, baxaq görək dərsimiz qayda olurmu? Bəli, qayda edilir. Daha sonra qaldığımız yerdən davam edirik. İnternetə görə üzrlü sayın. Daha sonra deməli ki, dedik ki, biz bunu nələri öyrəndik indi? Dedik ki, bu şəkildə biz çoxaltma dərəcəsi sintaktik üsulundaydıq. Deməli, məsələn, dedik ilk öncə ən, lap, çox, daha olduqca ədatları. Məsələn, ən gözəl, lap yaxşı, çox gözəl, nə bilim, daha çox, olduqca gözəl, daha maraqlı, olduqca maraqlı və s. Deməli, dostlar, yadda saxlayın ki, çox sözünə nəyə diqqət edəcəyiz? Çox sözü yerinə görə bilirsiniz ki, zərf də ola bilir, ədəd də ola bilir, say da ola bilir. Çoxdan sonra isim işlənərsə, məsələn, çox adam, bu saydır və yaxud da ki, çox yedi. Feil işlənərsə, bu zərfdir, miqdar zərfidir. Amma çox sifətin yanında olanda, məsələn, çox gözəl, bunu artıq sən ədat kimi verəcəksən. Bunu bu şəkildə yadımızda saxlayırıq. Daha sonra düm ağ, düm qırmızı dediyimiz zamanda indi nəyə diqqət edirsiniz? Dostlar, siz testlərdə buna rast gələ bilərsiniz. Bir var düm ağ, bir də var ki, dümdüz. Bax, bura diqqət edirsiniz. Bax, burada da var. Düm ağ və dümdüz. Burada diqqət edirik nəyə? Düm ağ, ağ sifətinə düm hissəciyinin qoşulması yolunda yaranıb. Bu sintaktik üsulda çoxaltma dərəcəsidir. Dümdüz də çoxaltma dərəcəsidir. Amma bu M-P-R-sı ilə yaranıb.
Yəni sifətin ilk hecasından m artırmaqla yaranır. Bu morfoloji üsulda çoxaltma dərəcəsidir. Bu isə sintaktik üsulda çoxaltma dərəcəsidir. Bu yerində artıq çaşmırsınız testlərdə. Daha sonra bir də dostlar yadda saxlayın ki, məsələn, dilimizdə büsbütün, bumbuz, balaca kimi sözlərə rast gələcəksiniz. Yadda saxlayın. Bütün sifət olmadığı əvəzlik olduğu üçün büsbütün deməli olacaqdır zərf. Bumbuz, buz isim olduğu üçün mıpırısı ilə yaransa belə yenə də bütövlükdə olacaqdır. Necə? Adi dərəcəli sifət. Balaca da yenə sözün kökü olduğuna görə, bu da cacə ədəd olmadığı üçün bu da yenə adi dərəcədə hesab ediləcək. Bura diqqət edirsiniz. Testdə də əsasən bu hissələrdən salıb sizi çaşdıra bilirlər. Daha sonra büsbütün nədir? Zərfdir. Deməli dostlar, daha sonra dümdüz və dimdiyə də baxsaq, yenə bayaqki kimi dümdüzdə mıpırısına yaranıbdır. Oldu mu? Dimdikdə də m pırısı ilə yaranıbdır. Baxın, m samitinin artırması yolu ilə morfoloji yolu yaranıb. Amma düm ağdır, düm qırmızıdır, sintaktik üsulla yaranıb. Sonra bayaq açıq çay, tünd çay ifadələrindən danışmışdım. Tünddə də, açıqda da fərqi yoxdur. Hər ikisində sifətin yanında dərəcə bildirəndə ayrı yazılır, əsasən defislə yazılır. Amma bunların ətrafında isim olduqları zaman bunlar artıq dərəcə əlaməti bildirmirlər. Bu hissələrdə demişdim, qaldı ağbəniz, qarabəniz, birtəhər, tünd xasiyyət, açıq qəfli sözləri. Ağbənizlə qarabəniz adi dərəcəli mürəkkəb sifətlərdir. Amma burada bəniz isim olduğu üçün dərəcə bildirmir. Yəni azaltma dərəcəsi əmələ gətirmir. Birtəhər zərfdir. Tünd xasiyyət adi dərəcəli mürəkkəb sifətdir. Açıq qəfli adi dərəcəli mürəkkəb sifətdir. Açıq aydın, açıq aşkardır demişdik ki, azaltma dərəcəsində yox, adi dərəcədə mürəkkəb sifətdir. Ala-bula, ala-göz də bir tərəfləri yenə də isim olduqları üçün bunlar adi dərəcəli ümumilikdə mürəkkəb sifətlərdir. Yəni bir tərəfi isim olduğu üçün dərəcə bildirmir. Ümumilikdə mürəkkəb sifətdir, amma adi dərəcə hesab edilir. Deməli dostlar, bu yerlərinə mütləq və mütləq diqqət edirsiniz, ətrafındakı sözlərə dərəcə bildirib bildirməməklərinə diqqətli olursunuz. Daha sonra sifətin ismi xüsusiyyətini daşıması, bunu da bayaq demişdik ki, məsələn, körpə ananın gözlərinə baxdı. Bir var deyirəm, körpə uşaq ananın gözünə baxdı. Kim? Bax, məsələn, burada deyirəm ki, körpə uşaq ananın gözünə baxdı. Ananın gözünə baxdı. Nə etdi? Baxdı. Kim? Uşaq. Hansı uşaq? Körpə uşaq. Və yaxud da necə uşaq? Ola bilər. Demək ki, burada körpə aid olduğu ismin yanında işlənir və nitq hissəsi olaraq sifətdir, cümlədə də təyindir. O zaman bu isimləşər ki, bu aid olduğu uşaq ismini itirər öz yanında. Belə olar, körpə ananın gözünə baxdı. Bu zaman körpə artıq sifətin sualına yox, ismin sualına cavab verməyə başlayacaqdır. Bu zaman deməli, təyin yox, mübtəda rolunda çıxış edəcək. Ananın gözünə baxdı. Kim? Körpə. Burada artıq bunun kim sualına cavab verməsi, mübtəda olması onu ismə çevirmir. Sadəcə ismin xüsusiyyətini daşıdırır. Yəni isimləşdirir. İsimləşmə bu deməkdir, dostlar. Bir sifət isimləşərkən ismin qrammatik xüsusiyyətlərini daşıyır, amma bir sifət isimləşmədən də xəbərli şəkildə qəbul edib cümlədə xəbər ola bilir. Bunu da unutmursunuz. Bu qədər gələn dərsimizdə görüşənə qədər hələlik. Bir də xahiş edirəm, testlərdə deməli, sizdən sifət mi istəyir, isim mi istəyir, sifət mi istəyir? Bu yerlərinə diqqətlə baxın. Bəzən deyir ki, ismi xüsusiyyətini daşıyan sifət, bəzən deyir məsbə şəkilçili sifət, bəzən deyir məsbə şəkilçili söz. Əgər məsbə şəkilçili söz deyərsə, bu sifət də ola bilər, isim də ola bilər, ikisini də seçə bilərsən. Amma məsbə şəkilçili isim desə və yaxud da ki, sırf sifət desə, artıq sən bu yerinə diqqətli olmalısan. Ona görə də xahiş edirəm, testlərdə diqqətli olun hələlik.